hesablamamızı istəyir bizdən. Öncə vermiş integralı sadələşdirsək, integral x mötərizədə x çıxılsın 3 bölünsün x minus 3 dx çıxılsın integral 2 x çıxılsın 3 bölünsün x minus 3 dx şeklində yazırıq. Və buradan da ixtisarlarımızı aparsaq alırıq integral x dx çıxılsın integral. Burada da x minus 3 ilə ixtisar getsə 2 dx yaza bilərik. İntegralın xassiyəsinə görə biz yenidən bunu integral x çıxılsın 2, yəni bu iki integralı fərqi birləşdirə bilərik, dx şeklində yazırıq. Buradansa alınır ki, funksiyanın ibtidai funksiyası x kvadrat bölünsün 2 çıxılsın 2x plus c şeklində olur. Deməli, bizə verilən integralın tapılmasında biz əgər ixtisar etmək mümkünsə, kəsiri sadələşdirməyimiz, ifadəni sadələşdirməyimiz və daha sonra sadələşdirilmiş funksiyanın ibtidai funksiyasını tapmaq lazımdır.